Chevrolet Cruze xoddanmır. Evakuatorla gəlib. Zamoku açaq. Hə, bunun akkumulatoru ölüb. Baxaq görək nə məsələ. Deməli, burada problem nədir? Üst krişkadan yağ buraxıb, sveçanın boğazlarına, üst krişkanı dəyişiblər. Sveçanın boğazındakı yağı çıxartmaqdan hava vurublar, bütün buralar olub yağ. Bax, gördüyünüz kimi yağdır, hər bir yer yağdır. Bütün yağlar da tökülüb rimeyin üstünə. Rimen pendirə dönüb. Fırlandıqca, bax, bu vəziyyətə gəlib düşüb. Qırıla-qırıla, soyula-soyula, bax, bir dənə sloy qalıb. Bu da dinamonu fırlada bilmir. Bu necə fırlatsın dinamonu? Dinamo fırlanmadığına görə də zaryadka verməyib akkumulatora. Maşın sönüb qalıb yolda. İndi bunun bir dənə rimeni dəyişiləcək. Bir də akkumulator zaryadkaya qoyulacaq. Vəsə, maşında problem yoxdur. Buralar prosto yürümalıdır, tərtəmiz. Nə gün, nə deyir. Vay, vay, vay. Rimenin qısoklarına bax. Akkumulatorunu sökmüşük. Təzə bir dənə akkumulator qoyacaq, xodlayacaq maşına, akkumulatorun şotuna. Maşın veriləcək başqa ustaya rimen dəyişmək üçün. Bu problemlər aradan qalxmalıdır, çünki yağ axıtmaq problemləri bizim sahəyə aid deyil. Biz maşını xodlayacaq, əsas odur ki, səbəbini tapdıq. Təhvil verəcəyik başqa ustaya. Akkumulatoru qoymuşuq. Zamoku açırıq. Maşın normal vəziyyətdə xodlanır. Akkumulatorun işarəsinə diqqət edin. Dinamo zaryadka vermədiyinə görə bu vəziyyətdədir. Rimen dəyişiləndən sonra hər şey qaydasına düşəcək, normal vəziyyətdə işləyəcək.